ailə münasibətləri çərçivəsində biraz diskusiya aparım. Yəni fikirlərinizə, qarışıq durumlarınıza, hal-hazırda nəsə bir narahatlığınız varsa, o istiqamətdə danışa bilərik. Vaxtınız varsa, buyurun. Mən klinik psixoloq Samira Rəhimova, ailə terapiyası üzrə mütəxəssis təlimçiyəm. Əvvəllər bəzən məni gördü, üzünüz nəsə tanış gəlir. Nəsə belə sizi hardasa elə bir görmüşəm, üzünüz tanış gəlir deyənlər olarsa, mən artıq belə deyim də iki seçim qarşısında qalım. Ya məni deyirəm sosial şəbəkədə artıq psixoloq qismində görənlər var, ola bilər. Ya da ki, keçmişdən aparıcı olduğumu bilib, amma yavaş-yavaş üz cizgilərimi ondanlara aiddir. Çünki mən uzun illər televiziya sahəsində çalışmışam, bəli. 30 plus məni tanıyır. Daha çox xanımlar, təbii ki. Çünki şarm verilişinin aparıcısıydım. 10 il. Ona görə özümü arada bir keçmiş teleaparıcı kimi də təqdim edirəm. İndi aparıcılıqdan çox-çox uzağam. Artıq buna hal-hazırda nə istəyim, nə marağım, nə vaxtım, nə də həvəsim var. Hal-hazırda mənim psixologiya sahəsində gördüyüm işlər daha çox maraqlandırır, daha çox qane edir. Ona görə də elə psixologiya sahəsində qalmışam. Bəzən deyirlər ki, ailə həyatı qurdun, yoldaşın səni qaçırtdı da, öz çəkdi öz sahəsinə. Amma demək istəyirəm ki, xeyr, mən elə uşaqlıqdan psixologiyanı sevirdim, məktəb illərindən. Gülüş xanım, baxım görüm nə yazırsınız. Görünür, bəzən mesajlar görünmür. Özümdə Gülüş xanım yazır ki, özgüvən yoxdur. Hər şeydə həvəssizəm, nədən ola bilər? Bunlar ayrı-ayrı əslində problemlərdir Gülüş xanım. Özgüvənlə əlaqəli başqa istiqamətdə çalışmaq lazımdır. Onun da müxtəlif səbəbləri var. Amma həvəssiz olmağınızın da belə səbəbi başqa problemlərlə qaynaqlana bilər. Bundan çox vaxt belə elmi dildə prokrastinasiya deyirlər ki, insan hər şeyi, bütün işləri ertələyir, heç nəyə həvəsi yoxdur, istəyi yoxdur və əgər bu istiqamətdə hələ digər əlamətlər də var ki, sizi narahat edir ki, sanki heç nədən zövq ala bilmirsiniz. Burada bir qədər daha dərindən araşdırmaq lazımdır, çünki bu da depressiv durumun bir əlaməti ola bilər. Amma özgüvənsizlik də həyatı boyu bir çox insanlarda dəyişə bilər. Bu normaldır. Özgüvən yüksələ də bilər, düşə də bilər. Bizim qarşılaşdığımız belə bir hadisələrlə əlaqəlidir. Üzr istəyirəm, bir dənə cavab verim. Bir dəqiqə. Üzr istəyirəm, çox üzr istəyirəm. Təcili mesajı cavab verməliydim, ona görə dayandırdım efiri. Bir daha salamlayıram hər kəsi. Bugün istərəm məhz sizi narahat edən, hal-hazırda da psixoloji cəhətdən sizi sıxan nəsə varsa, o istiqamətdə biraz danışaq, söhbət edək, araşdıraq. Hətta qismən də olsa, düzdür, biraz efir vasitəsilə bütün problemlərin açıq, aşkar, yəni müzakirə etmək. Dəqiqə. İmkan vermirlər. İmkan vermirlər də danışım sizlə. Olmurlar. Bir arada biraz vaxt tapmışam. 4-ə kimi vaxtım var. İstəyirəm sizlə söhbət edim. Diqqətimi yayındırırlar. Niyə? İştirakçılar da azdır. Heç kim yoxdur. Demək olar ki, gəmi 4 nəfərik hal-hazırda.
kim qatılacaqsa, kim söhbət etmək istəsə, suallarınız varsa buyurun. Özgüvənlə bağlı xanım yazırdı bayaq. Bilməm burada da yoxsa yox. Əslində elə özgüvənin aşağı olması çox vaxt elə münasibətlərdə də öz əksini tapır. İş mühitində də, yəni kolleqalarla olan ünsiyyətdə də, davranışda da, bəzən aşırı dərəcədə insan özünü təsdiq etmək istəyəndə belə bu da bir problemdir, açıq sizə deyim. İmkan vermirlər, icazə vermirlər, danışım sizdən. Bir dəqiqə özür istəyirəm. Здравствуйте, как вы? Самира Ханым. Можно, если все еще свободно, или в среду, у меня еще после этого будет сеанс, то есть где-то 6:30, в 6:30, біля вахтера я сам, ikinci пациент. Можно, если есть место? Секундочку. Секундочку, девочки, мальчики. Bilməliyik, bu efir idi, canlı efir idi, yoxsa nə idi? Yoxsa kiçik bir elan idimi? Deməli belə, xanımlar və bəylər, kim indi məni hal-hazırda izləyir? Daxil olub çıxanlar var idi. Kim indi izləmək, kim danışmaq istəyirsə, kimin vaxtı varsa, zəhmət olmasa siz ekranı bəyənin, ürəklər atın. Çünki çox sağ olun, buradasınız, minnətdaram, görürəm. Minnətdaram. Həm də ki, biraz neçə gündür ardıcıl efir açmırdım. Ona görə başa düşürəm ki, TikTok'un bu xoşuna gəlmir. Ona görə də bu saat zəifləyib efir. Dəhşət. Bu sosial şəbəkələrin qaydaları, qanunları belə olmuyor da sərt formada. Ya imkanlar yaradırlar, sonra da imkanları məhdudlaşdırırlar. Gələk onların qaydalarının ardınca gedək. İşimiz, gücümüz qalıb bir yadı gəlir canlı, mütləq şəkildə bütün qaydaları, nə bilim, saatların, hamısı ayrıca nəzarət etməliyik ki, biraz süni intellektin gözündə kölgəyə düşməyək. Dəhşət. Hə, sizin sualınız nə idi? Dediniz, mənim sualımı cavablandırın. Zəhmət olmasa bir deyilsə, neçə dəfə efirdən çıxdım, daxil oldum, ona görə qaçırdım. Bir tek özgüvənlə əlaqəli sualı yadımdadır. Ailə münasibətlərində, bax, hal-hazırda sizi narahat edən nədir? Çox vaxt insanlar əvvəlki, belə deyim, istiliyi hiss edə bilmirlər də. Ən qlobal problemlərdən budur da ki, yola getmirlər bir yerdə. Və təəssüflər olsun ki, bu bir mətbəxdir də, ailə bir mətbəxdir, kiçik bir dövlət kimi. Orada baş verənlər də aşırı dərəcədə Mənim özgüvənim hər işə ürəklə yanaşıram, ancaq işim alınmayanda pis oluram. Yəni aşırı dərəcədə maraq göstərirsiniz, belə deyim də, çoxlu sayda ürəklə, səmimi yanaşırsınız bütün işlərinizə, amma alınmayanda da pis olursunuz. Bu o deməkdir ki, bilirsiniz, insan çox vaxt bütün variantları önceden tətbiq etməlidir. Variant A, variant B, variant C. Çünki insanın bizim verdiğimiz reaksiyalarda bizim düşüncələrimizdən doğan bir impulsiv reaksiyalardır da. Yəni mən bağlı qapı arxasında qalmışamsa nə cür reaksiya göstərəcəm? Hər insan fərqli cür davranır. Kimisi ola bilər ki, bağlı qapı görəndə ruhdan düşür, deyir, bu da alım, bu da bağlı qaldı. Çıxım gedim görüm, başqa təslim olur dərhal. Elə insan var ki, deyir ki, görüm mən bu qapını başqa hansı vasitələrdən aça bilərəm, hansı alətlərdən istifadə edirəm. Dərhal çıxış yolu axtarır. Çünki düşüncəsində yaranan sual budur. Bəzən də elə olur ki, insan deyir, yox, bu qapını mənim qarşıma kim bağladı? Kimin ixtiyarı var? Qapını mənim üstümə örtsün və başlayır davadalaş axtarmağa. Ona görə ən birinci, əgər pis olursunuzsa, hansısa bir iş almayanda özünüzü müşahidə edin. Vəziyyəti deyil. Baxın, görün, siz niyə bu vəziyyətdə özünüzü bu cür hiss edirsiniz? Hansı fikirdən qaynaqlanır sizin belə halınız, belə pis olmağınız? Ona görə zəhmət olmasa, bax, belə bir hallar olanda daha çox ətrafda baş verənlərə deyil, özünüzə, öz içinizdə olanları, o fırtınanı yaradan səbəbləri araşdırın. Təslim olmasaz belə, yəni düşünürsünüzsə ki, yox, mən gözümdə bir güc toplamalıyam, həyat bir mübarizədir, mütləq bütün var gücümlə çalışmalıyam desəz belə, bu düşüncələrin də öz ağırlığı var. Yəni insanlar hər dəfə çalışırlar ki, bax bu belə deyim, fikirlərin
arxasınca getsinlər də. Fikir bizi hara apardı, ora gedəcəyik. Ona görə əgər həmin o yolda siz özünüzü pis hiss edirsinizsə, deməli sizin fikirləriniz sizi yanlış istiqamətə aparır. Düşüncələrlə işləmək lazımdır. Mən hər zaman deyirəm, nə qədər də olsa, hətta nəyəsə qəzəblənsəniz belə, o hisslərinizə hakim ola bilməsəz belə, hisslərinizi yaradan səbəblər düşüncələrinizdə oturub. Və o düşüncələrin nə cür inkişaf etməsi sizin öz idarə etmə belə deyim, ixtiyarınızdadır. Bir başqasına aid deyil. İxtiyar sahibi sizsiniz. Düşüncələr sizdədir, bir başqa insanlarda deyil. İnsan bunun fərqinə varanda, təşəkkür edirəm ürəklərə görə. Görsə efirim çox zəifləyib. Bilmirəm, indi baxın, kim mən günahlandırmalıyam bu məsələdə, efirin zəifləməsində? TikTok'u mu? Canlı efirlərə son vaxtlar, axşamlar çıxa bilmədiyimdən özümü kimi günahlandıram? Əslində heç kimi. İçində özümdə əsəbləşməməliyəm. Sadəcə bundan sonra nə etməliyəm, bunu düşünməliyəm. Yəni bax, bu düşüncə tərzi deyirlər buna. Yəni konkret olaraq bir fikir deyil. İnsanlar çox vaxt nə edirlər? Gedirlər afirmasiyalar edirlər. Mən gözələm, mən yaxşıyam, məndə hər şey yaxşı alınacaq. Bu fikirləri sanki beyinlərinə yazmaq istəyirlər. Amma alınmır. Bir anlıq ola bilsin ki, nəsə içinizdə bir stimul hiss edəcəksiniz. Niyə davamlı qala bilmir? Çünki düşüncənin tərzi hələ dəyişməyib. Bu aldadıcı qıraqdan sizə belə deyim, hopan fikirlərdir. Sizə bunu ötürmək istəyirlər. O sizə aid olan fikir deyil. Elə həmin o məsələni Mirzəyeva, ya elə o bax bu sualınıza cavabı mən sizə deyirəm. Bizim özümüzlə əlaqəli, həyatla əlaqəli, yaranmış vəziyyətlə əlaqəli fikirlərimizi təhlil etməliyik. Buna deyirlər diaqnostika. O diaqnostik prosesdə biz baxacağıq, görəcəyik ki, niyə biz bax bu kimi fikirlərə sahibik. Bu bizə mi aiddir bu fikir? Yoxsa nənədən, babadan qalan bir fikirdir? Bəlkə qapı qonşum elə keçən dəfə öz həyat təcrübəsi ilə əlaqəli, misal üçün, qarşılaşdığı vəziyyətlə əlaqəli bir fikrə qənaətə gəlmişdi və mənə də yoluxdurub. Mənim öz şəxsi təcrübəmdirmi, yoxsa yox? O müdrik kəlamları bəzən oxuyuruq, biz aforizmlər deyirlər də, aforizmləri. Filosoflar fikir irəli sürürlər, öz həyat təcrübələrinə əsaslanaraq, öz o deyirlər, o müdrik, mən həyat təcrübəmdir bu mənim. Amma bu həyat təcrübəsi elm deyil, yəni bu insanın rastlaşdığı bir vəziyyətdir. Ona görə siz gərək çalışasınız ki, o insanın təcrübəsinə deyil, öz təcrübəsinizə əsaslanasınız. Öz təcrübənizlə əlaqəli, belə deyim də, halları araşdırasınız ki, mən nə cür reaksiya göstərdim və niyə görə bu reaksiyaya səbəb oldum, hansı fikirdən qaynaqlanırdı. Ona görə bunun, belə deyim də, səbəb nəticələri var. Mirzəyeva, seanslarımın qiymətini belə həm onlayn, həm də əyani konsultasiyalar keçirirəm ayrı-ayrılıqda. Yəni məndə qiymət 1 saatlıq 50 manatdır, əyani olan halda bir qədər yüksək olur. İndi hal-hazırda indirimlə 60 azayın keçirirəm. Bax, gördüyünüz bu məkanda konsultasiyalara keçirirəm. İndi birazdan yarım saata başlayacaq. Onu dedim ki, yarım saat vaxtım var. Amma ailə terapiyası çərçivəsində də çox vaxt münasibət problemləri olanda, cütlüklərlə işləyəndə də mən ilkin diaqnostikadan sonra qərar verirəm, terapiyaya götürəcəmmi ailələri, yoxsa yox. Şəxsi terapiya bu heç, bu fərdidir. Və indi hal-hazırda onu da söyleyeyim ki, diqqətiniz üçün təşəkkür edirəm. Hal-hazırda onu söyleyeyim ki, qrup terapiyası formatında da sevginin reanimasiyası adlı terapevtik bir kursa başlayırıq. Düz bax bu həftədən başlayırıq. Şənbə günü səhər saatlarında Zoom'da onlayn görüşümüz keçiriləcək və həftə ərzində də iştirakçılar təlimatlar alacaqlar, praktiki tapışıqlar, texnikalar ki, hansıları ki, götürüb elə ailədə tətbiq etməyə başlayacaqlar özləri sərbəst şəkildə. Bu istiqamətdə ona görə maraqlanırsınızsa, əlaqə nömrəsi profildə var. Yazın və yaxud da ki, direktdə yazın, sizi istiqamətləndirəcək, qeydiyyata ala bilərik sizi. Fərdi, təbii ki, fərdi də hər kəsin özünə görə öz sıxıntıları var. Keçən dəfə, misal üçün, bir xanım var idi, müraciət etdi konsultasiyaya, ailə münasibət problemi ilə əlaqəli. Tək gəlmişdi, təəssüflər olsun ki, ailə münasibət problemi olanda yaxşı olar ki, 2 nəfər də iştirak etsin. Çünki biz şəxsi, fərdi, bir var psixoloq rudumla işləyirik, sizin sıxıntılarınızla. Bir də var ki, münasibət modelini dəyişmək lazımdır. Orada 2 nəfər iştirak etməlidir, 2 tərəfli bir prosesdir. Belə olan halda xanım gəlmişdi, şikayətlənirdi ailə münasibət probleminin, amma daha çox özü tək gəldiyinə görə
öz sıxıntıları üzərində yaranmış səbəbləri araşdırmağa başlayırıq və artıq özü bir seansdan sonra, təbii ki, terapiya alacaq, amma bir seansdan sonra başa düşdü ki, yaranmış hal-hazırki vəziyyəti düşüncəsinə görə çox sərt şəkildə qiymətləndirir deyənə, ya vəziyyəti dəyişməlidir, ya da vəziyyəti olan münasibəti dəyişməlidir. İki bu seçim arxasında qalıb. Vəziyyətə qarşı münasibəti bir başqa tərəfdən baxanda, dəyərləndirəndə qadın başa düşdü ki, əslində içindəki buruqlanların səbəbkarı məhz özüdür. Özü bu sərt bir formada qiymətləndirir də. Gələ bilərsiniz, bəli, həm xanımlar, həm də bəylər iştirak edə bilərlər. Bax, bu xanımlara, sırf xanımlara aid olan təlim deyil də, bu ailə münasibətləridir. Hətta siz tək yazılsanız belə, yolda ailəlisinizsə, yoldaşınız da yanınızda əyləşib, o da iştirak edə biləcək təlimdə. Ona görə buyurun. Şəxsi istəyirəm, onlayn yazaram. Əlbəttə, təbii ki, onlayn əyani mənim üçün əslində heç fərqi yoxdur. Adətən pandemiya dövründən sonra onlayn bu rejimə o qədər öyrəşdik ki, İnanırsınız, heç evdən çıxmaq insan istəmir də. Əgər bizim işimiz söhbətdən keçirsə, bunu rahat ev şəraitində də, hər kəs öz münasib bir, uyğun bir yer varsa, oradan da qatılıb iştirak edə bilər. Ona görə hər şey bizim öz əlimizdədir. Bütün vasitələr də, imkanlar da, tək ki, insan özü, belə deyim, bunun fərqində olsun. Başqa bir kimsəyə ümid bəsləməsin. Ümid yaxşı bir şey hissdir. Düzdürmü? Deyirlər, ən son ümid ölür də. İnsanın içində bir inam, ümid varsa, hər zaman işıq saçır. Hər zaman çalışır, hardasa bir imkanları axtarsın, tapsın, dəyərləndirsin. Amma əgər bu ümid, belə deyim, gözləmə rejiminə bağlıdırsa, o yaxşı bir ümid deyil. Bu sadəcə olaraq insanın indi hal-hazırda oturmuşam, heç bir işlə məşğul olmuram. Görün mənə kainat nə verəcək? Kainatdan güc, qüvvə axtarıram. Sağda, solda olan insanlara ümid bəsləyirəm. Kimsə gəlib mənim üçün nəsə edəcək. Bu yaxşı bir hal deyil. Mənim nişanlı mənim sözümə baxmır. Sözünüzə baxmır Vüqar bəy, siz tərbiyəçi kimi mi istəyirsiniz insanı tərbiyələndirməkmi, yoxsa necə məqsədlərinizi aydınlaşdırmalısınız? Niyə görə? Çünki bir var ki, iki yetkin insan münasibət qurur. Bir də var ki, biri böyükdür, biri də uşaq. Belə bir yanaşmadırsa, onda əgər uşaq, belə deyim, razılaşırsa ki, siz onun böyüyüsünüz, o zaman sizin aranızdaki münasibət modeli dediyim kimi ata-bala, yəni bax belə deyək də, buna transakt analizinə görə belə ad verirlər. Hər bir insanın içində ego durumlar var da, ego halı var. Ya o valideyn egosunu daşıyır içində, ya uşaq egosunu hal-hazırda belə şıltaqlıq etmək istəyir. Bəlkə sizin inşalınız elə belə bir egonu içində daşıyır. Ya da ki, böyük, yetkin bir insan kimi rəftar edir. Ona görə bu halı, bu vəziyyəti birinci aydınlaşdırmaq lazımdır. Bəzən iki tərəfli proses olanda elə uşaqlıq etməyi sevən insan əgər vəziyyətə görə özünü belə aparırsa, bu normaldır. Yəni belə insanlar sevirlər də bu cüda. Mənim nazımla oynasın. Mən qoy şıltaqlıq eləyim, bəlkə o bu formada öz sevgisini sizə bildirmək istəyir. Misal üçün deyirəm. Amma yox, əgər bu oyun, buna deyirlər, böyüklərin oynadığı oyunlar deyirlər də. Amma əgər bu oyun sizə artıq mane olursa, söz-söhbət yaradırsa, ciddi şəkildə mübahisə yaradırsa, siz təsəvvür edin ki, siz indi nişanlı ərəfəsindəsiniz də, sonra ailə quracaqsınız. Problemin məzmunu dəyişəcək, problem daha da böyüyə biləcək. Kimsə deyir ki, bilirsiniz, indi ayrı qalırıq deyən ona görə problem var. Bir yerdə qalsaq hər şey dəyişəcək. Xeyr, elə deyil. Çünki davranış modeli dəyişmir. Situasiyalar fərqli olur, amma davranış modeli olduğu kimi qalır. Elə olan təqdirdə insanlar getdikcə problemi daha da böyüdə bilərlər. Ona görə yaxşı olar ki, əgər siz sevdiyiniz xanımla sabah sağlam, yetkin bir formada münasibət qurmaq istəyirsinizsə ki, sizin ailənizdə hər zaman huzur, hörmət, belə deyim, sevgi, bir-birinizə can deyib, can eşitmək, o da sizə dəyər versin, siz də ona dəyər vermək istəyirsinizsə, bu balans 50-50-yə olmalıdır. Mən burada demirəm, qadın hüququ, kişi hüququ olandan ümumiyyətlə danışmıram. Bu bizim içimizdəki olan halımızdır. Təşəkkür edirəm. İçimizdə olan vəziyyətdir. Bax, bu durumda biz çalışmalıyıq
onun da davranışını hardasa səbəblərini aydınlaşdıraq öz ehtiyacımızda və biz qarşılıqlı əl-ələ verib yaranmış problemə belə deyim, bir çıxış yolu tapmalıyıq. Bir-birimizi dəyişməklə deyil. Sadəcə mən nə edim ki, daha yaxşı olsun, sən necə davranasan ki, sənə yaxşı olsun. Bu razılaşmadır. Bu öncədən bir-birinizə hörmət göstərərək razılaşmadır. Yaxşı olar ki, indi sizi incidən məsələləri, bax, niyə görə belə qəzəblənirsiniz, niyə görə onun belə deyim, tərbiyələndirmək istəyirsiniz, hansı ehtiyacdan qaynaqlanır, onların psixoloji səbəblərini aydınlaşdırasınız. Belə, suallarınıza bir göz gəzdirim. Ata evimə gəldim. Burada deməli, yoldaşım 2-3 aydan bir qızlarla danışır. Deyir, etmirəm, dostumun dostudur. Yazıb mənə, bu səfər mən dözmədim. Yəni, belə başa düşdüm ki, yoldaşınız qızlarla danışır və sizə deyir ki, bu sadəcə dostluq münasibətləridir. Siz də ona inanmırsınız, düzdürmü? Ata evimə gəldim, məni ailəlikcə günahkar çıxartdılar. Nə edim mən? Qısqanclıq, belə başa düşdüm ki, qısqanclıq zəminində hal-hazırda ailənizdə söz-söhbət yaranıb, düzdürmü? Aliyev Həmid. Yazan xanımdır da, çox güman ki, xanımdır, hə. İnanmırsınız. Həm də güvəniniz itib. Məhz qızlarla danışdıqdan görəmi güvən itib? Əslində, bu səbəb o səbəb deyil. İnsanın, belə deyim də, etibar hissi olmursa, bunun ayrıca səbəbləri var. Ya əvvəllər, yəni hətta insanı tanımadan öncə belə siz kişilərə etibar etmirdiniz. Bu müxtəlif belə deyim də, stereotiplərdən irəli gələ bilər. Ya da ki, insan nəsə bir səhvə yol verir, o artıq sizdə şübhələr doğurur. Nəsə, sanki reallıqda o bir başqadır, amma sizin ona tanımanız tamam başqa idi və burada tərəddüd, şübhələr, bu suallara son qoymaq lazım olacaq. Əks təqdirdə onun etdiyi hər bir dediyi sözə belə, hətta sizinlə şirin, nəzakətli danışsa belə, sizə şübhə doğuracaq ki, xeyr olur, dünən bir başqa cür danışır, indi məsələn, çox nəzakətli oldu, bax, xüsusən də keçən dəfə oxumuşdum ki, kişilər özlərini nəzakətli aparanda deməli xəyanət ediblər. Bax, belə-belə fikirlər, inanclar qısqanclıq hisslərinizi gücləndirəcək və qısqanclıq məqamlarında da əgər 2 nəfərdən biri əziyyət çəkirsə və hər birinizi, siz özünüz qısqanclıqda içinizdə narahat olursunuzsa, bu sevgi deyil, bunu sevgi adlandırmayaq. Bu, etibarsızlıq və öz güvənsizlikdir. Və bu o deməkdir ki, siz öz aranızda insanla açıq, səmimi münasibət qura bilmirsiniz. Ona görə də gedirsiniz ata evinə, orada da hərə bir öyüd, nəsihət bildirir sizə, nə bilim, köməklik göstərmək istəyir. Amma rus dilində bunu dedim, izveji usluq olur. Əslində o köməklik deyil. O sadəcə olaraq problemi daha da böyütmək, daha da şişirtməkdir və inandırım sizi ki, əgər sizin 2 insan arasında yaranmış anlaşılmazlığa 3-cü şəxslər, heç olmasa bir nəfər müdaxilə edəcəksə, bu problemin həlli olmayacaq. Ola bilər ki, siz necə müdrik sözlər deyilsin, böyüklər sizi barışdırsın. Problemin həlli deyil, siz qayıdacaqsınız münasibətlərinizə. 2 yetkin insan bu problemi özü sərbəst şəkildə həll edə bilmirsə, problem qalacaq elə olduğu kimi. Amma hisslər soyuyacaq. Bir yerdə yaşayacaqsınız. Sonra deyirsiniz ki, sevgi hissləri ölür. Yoxdur o sevgi, əvvəlki kimi hiss eləmirəm. Mən ona əvvəl daha çox ehtiraslanırdım. O mənə toxundu. İndi o mənim yanımda duranda mən qıcıqlanıram. Belə hallar olur. Niyə görə? Çünki vaxtında yaranmış suallara cavab tapmamışsınız. Elə ona görə də bax, indi bu həftədən etibarən sevginin reanimasiyası adlı qrup terapiyasına start veririk. Bax, bugündən etibarən. Düzdür, həftədə bir dəfə onlayn görüşlərimiz olacaq. Cəmi özdə 20 manata. Baxın, xanımlar və bəylər, ailə münasibət problemi yaşayan hər kəs fərdi, cütlük seanslara ayrıca gələ bilmirsinizsə, həm qiymət baxımından, münasib deyil, vaxt baxımından uyğun gəlmir, həm də bilmirsiniz ki, bu nə cür aparılır da, heç vaxt iştirak etməmişsiniz, misal üçün ailə terapiyasında. Mən sizə tövsiyə edirəm, qrup şəklində sevginin reanimasiyası terapiya kursuna yazılasınız. İstəyirsiniz dinləyici qismində oturacaqsınız, dinləyəcəksiniz. Sərbəst şəkildə praktiki tapşırıqlar verəcəm sizə, texnikalar verəcəm ki, götürüb tətbiq edəcəksiniz o öz ailə həyatınızda. Elə belə sözlər deyil. Götürdüm, tətbiq etdim, nəticəni gördüm. Ona görə istənilən yaşda gəlmək olar. Xanımlar da, bəylər də iştirak edə bilər.
Hətta bugün münasibətiniz yoxdursa heç kimlə, misal üçün də təksiniz, bəlkə də ailə həyatı, uğursuz ailə həyatından sonra hələ də yeni bir misal üçün münasibət qura bilməmisiniz və yaxud da ki, ümumiyyətlə insanlarla ünsiyyətdən çəkinirsiniz, sevgi hisslərinizdə bir boşluq hiss edirsiniz. Bunun üçün də sevgi reanimasiyası uyğun bir mühitdir. Hər bir insanın daxilində olan, belə deyim də, deyilə buz parçaları əriməlidir. O illərlə yığılmış vəziyyətdir ki, onlara insan özü düşüncələrində aydınlıq gətirməlidir. Və əgər artıq problem varsa, mən belə deyək də, bax, ailə terapiyası onun gibi, bax, indi bir Vüqar bəy yazır ki, mən nişanlımı sizin yanınıza gətirim, siz başa salın. Biz müəllim deyilik. Bax, mən baxmayaq ki, sistemli ailə terapiyasından tədris edirəm, amma mən psixoloqlar üçün tədris edirəm ki, konsultasiyaların qaydası, ailə terapiyasının qaydası nə cür aparılır? Etik kodekslar, sual vermə texnikaları, yəni bu müəllimlik, bəli, mənim işimdir. Amma terapiya prosesində mən nə hakim oluram, nə belə deyim, müdrik insan oluram ki, kiməsə həyatı başa salım. Nə də ki, müəllim oluram. Mən sizin aranızda yaranmış problemi aydınlaşdırmaq üçün sizə kömək oluram. Sizə verilən suallar əsasında siz özünüz düşüncələrinizdə bir dəyişiklik etməyə nail olursunuz. Bax, bu istiqaməti ona görə deyirəm. Ailə terapiyasının hansı formada keçirilməsindən hələ məlumatsızsınızsa, ona görə tövsiyə edirəm ki, birinci sevginin reanimasiyası kurs terapiyasına yazılın qrup şəklində. Bax, siz nişanlınızı yazın. Özünüz də iştirak edin, yanında oturun, dinləyin. Orada həm təlimatlar olacaq, həm bu proseslər neçə mərhələdən ibarətdir, izah olunacaq. Ondan sonra istəyirsiniz, gəlin, bax, ilkin diagnostika mən birinci keçirirəm mütləq. Ayrılmağa tələsmin. Baxın, istəyirsə, bir var istəyirəm, bir də var ki, məcburam. Sanki mən onunla artıq münasibət qura bilmirəm, ona görə də məcburam ayrılmağa. Bu istək deyil. Siz bu insanı bəyənmişsinizsə, bu xanımla ailə həyatı qurmaq istəyirsinizsə, deməli sizi bir-birinizə birləşdirən nəsə var idi da, emosional cəhətdən bir-birinizi çəkmişsiniz. Əgər həqiqətən də onun da bəyəndiyi bir şəxs olduğunuzu düşünürsünüzsə, deməli sizin aranızda ünsiyyət problemi var ki, həmin o hisslərə, o düşüncələrinizə mane olur. Yəni, ünsiyyətdə insan bilmədiyi, istəmədiyi sözləri belə deyə bilər, təəssüflər olsun. Emosional davrananda insan çox şey deyə bilər. Sonra da deyirsən ki, mən bunu demək istəmirdim. Əslində mən bir başqa şey demək istəyirəm. Sən məni başa düşmürsən. Bəzən olur ki, iki insan eyni fikri deyir, eyni fikri deyir. Xasiyyəti pisdir deyirsiniz. Adətən bunu xasiyyətlə əlaqələndirirlər, amma təbii ki, insanın davranış modeli xasiyyəti, xarakteri formalaşdırır da. Şəxsiyyət tipindən asılıdır, temperamentindən asılıdır. Amma əgər münasibətlərdə toksiklik və toksiklik zəhərli bir məqamlar üzə çıxırsa, çatlar deyirlər də buna. Disfunksiya, münasibət pozulur. O çatlarda mütləq psixoloji səbəblər qaynaqlanır, oradan qaynaqlanır. Yəni buna deyirlər nevrotik münasibətlər. Sanki mən münasibət saxladığım model, davranışda, obraz, bax, bu münasibət qururam, o özü nevrotikdir. O sanki zəhərləyir. Mən gedirəm problemi həll etməyə, aydınlaşdırmağa ki, əslində mən tamamilə başqa cür hisslər yaşayıram, mən səni sevirəm, sevgimi bildirmək istəyirəm, mənim sənə ehtiyacım var demək istəyirəm. Amma bunu elə bir formada ifadə edirəm ki, sanki mən insanı tənqid edirəm. Elə bir stres yaşayıram, həm özüm, həm də o ki, sanki bu vəziyyət artıq belə deyim də bitmiş bir vəziyyətdir. Ona deyilir nevrotik münasibət modeli. Nevrotiklərin ailə romanı adı altında bir dəfə mən bir təlim keçirmişdim. YouTube-da da var. Kim istəsə mənə direktdə yazın. Baxın, mən həmin o video çarxı, o təlimatı sizə tam ödənişsiz göndərəcəm. Direktdə bir dənə yazın. Ailə romanı, bax, kim indi məni eşidirsə. Ailə romanı yazın. Mən sizə o videonu göndərəcəm. Mən və mənim yoldaşım, həkim psixoterapevt Kənan Rəhimova birlikdə aparmışıq biz bu təlimi. Belə də adlanır. Nevrotiklərin ailə romanı. Orada çox şey izah olunur. İstəsəniz izləyin. Bu sərbəst mütaliə üçündür, mən sizə deyim də açığı. Amma məhz insan öz ailə həyatında bir dəyişiklik əldə etməsi üçün terapevtik proseslərdən, o mərhələlərdən keçməlidir. Sevginin reanimasiyası kursunda biz bir-bir o mərhələləri birlikdə keçəcək. Mən sizə dəstək olacağım bu işdə. Cəmi 20 manata.
Yəni qrup şəklində iştirak budur. Simvolik bir qiymətdir. Ona görə belə aşağı qiymət qoymuşuq ki, hər kəs daxil olub iştirak edə bilsin. Aylıq qiyməti budur. İstəyirsiniz direktdə yazın. Baxın, yazın ki, sevginin reanimasiyası və yaxud da ki, kurs yazın. Mən sizə bütün ətraflı məlumatı, qeydiyyat nömrəsini hamısını göndərəcəm. Yaxşımı? Belə. Başqa nə deyəcəkdim? Sabah evlənsə mənim gözüm nə olacaq? Təbii ki, yəni evlənməmişdən öncə bu problemlər həll olunmalıdır da. Siz niyə problemli münasibəti ailə həyatına daşımalısınız ki? Hələ sizin münasibətlər ailə münasibətləri deyil. Bu sadəcə tanışlıq mərhələsidir. Siz bir-birinizə özünüzü tanıdırsınız. Təəssüflər olsun ki, indi hər zamanda yaxşı tərəfdən insanlar özlərini təqdim etmirlər də. Əslində elə yaxşıdır ki, evlilikdən öncə bu hallar aşkarlanır ki, siz biləsiniz ki, nə ilə rastlaşacaqsınız. Çünki çox vaxt deyirlər, tanışlıq ərəfəsinin birinci bal ayı deyirlər də buna. İnsanlar maskalaşmış olur. Özlərini bir başqa cür göstərirlər. Bu həm kişilərə, həm xanımlara aiddir. Bu və sonra evlilikdən sonra çəhrayı eynəklər çıxanda, insan reallıqla üz-üzə qalanda artıq problemlər başqa mərhələdə həll olunmağa başlayır. Bu daha ciddi bir siqnaldır. Ona görə yaxşı ki, evlilikdən öncə həmin o tanışlıq mərhələsində gələrsiniz. Yəni mən sizə ilkin diaqnostikada istəyirsiniz ikiniz bir yerdə iştirak edin. Müqarib bəy, ilkin diaqnostikada fərdi şəkildə müraciət etsəniz, ən birinci biz münasibətlərdə yaranmış problemi araşdıracağıq. Buna deyirlər diaqnostika. Həm sizə aydın olacaq, həm də sizin sevdiyiniz xanıma. Çünki aydınlaşma olmayanda siz bilməyəcəksiniz nə cür özünüz davranmalısınız. Nə cür bu problemə yanaşmalısınız ki, vəziyyət dəyişsin. Bu nevrotik durum aradan qaldırılsın. Ona görə nə isə izah etmək deyil, birlikdə araşdırmalıyıq bir yerdə. Bax, bu yaxşı olar ki, yanaşma. Çünki siz nişanınıza desəz ki, mən səni aparım bir psixoloqa, bir mütəxəssisə, ailə terapevtidir. O sənə indi hər şeyi, bütün həyatı izah edəcək. Bu gəlməyəcək. Çünki o xanımlar da yoldaşlarını gətirmək istəyəndə seans elə də deyirlər. Bax, gedək, araşdıraq, sən özün görəcəksən, necə haqsız bir duruma düşmüsən də. Hər sənə, mən sənə deyə bilməm, mən sənə izah edə bilmirəm. Gedib psixolog sənə izah edəcək. Onlar gəlməyəcəklər. Çünki onlar elə biləcəklər ki, biz gəlirlər tənqid olunmağa, amma biz bu işlə məşğul deyilik axı. Biz əksinə sizə kömək olmağa çalışırıq hər ikinizə. Heç bir vaxt mənim dilimdən, bax şəxsən, mən peşəkar yanaşıram bu işə, çıxış edeyim, mən sistemli ailə terapiyası üzrə mütəxəssis təlimçiyəm və ailə terapeftiyəm. Mən heç bir zaman demərəm ki, sən haqlısan, sən haqsız. Bu qeyri-peşəkar yanaşmadır və yaxud da ki, nəsə birbaşa bir məsləhət verməyəcəm ki, ağlını başına yığ, ailənə qayıt. Qəti şəkildə mənim dilimdən belə sözlər eşitməzsiniz. Çünki bu o yanaşma deyil, bu qeyri-peşəkar yanaşmadır. Əgər görürsünüzsə ki, ümumiyyətlə psixoloji konsultasiyada mütəxəssis sizə deyir ki, sən özün günahkarsan, dərhal o seansı tərk edə bilərsiniz. Bax, mən sizə açıq deyə bilərəm. Tam belə deyim, etik kodeksə də uyğun deyil, heç problemin həllinə də kömək olmur. Bu sözləri sizdə evdə qohumlarınız da deyə bilər, qohum əqraba da deyə bilər, yaxın dostunuz, sirdaşınız da deyə bilər. Mütəxəssis bunu deyə bilməz. Buna heç nə ixtiyarı çatır, nə də ki, belə deyim, köməyi. Belə, ona görə də ən birinci ilkin diaqnostikadan keçərik. Var məndə. Ruhum bədənindən çıxıb, sanki yenə belə his var məndə. Rainbow yazır. Araşdırmaq lazımdır. Üzünüzdə bir təbəssüm varsa, deməli bu sizə xoş təsir bağışlayır. Dezadaptasiya, dezrealizasiya, yəni müxtəlif psixoloji durumlarda var təbii ki. Sanki ağlım itir özümü, aha, indi gördüm, bəlkə yenə o deyil ki, düzəlmir. Neynirəm, o deyil, düzəlmir, sanki ağlım itir özümü yoxmuş kimi hiss edirəm. Yaxşı olar ki, bu müxtəlif səbəblərdən ola bilər də. Ayrıca sırf psixoloji konsultasiya yazılmalısınız. Çünki sizin içinizdə yaranmış bu əlamətlərin, bəli, və bu bəli, derealizasiyada onu deyəcəkdim ki, bu halların yaranmasının bir səbəbləri var, aşkarlamaq lazımdır və bu əlamətlər əslində ciddi bir siqnaldır ki, hal-hazırki mühit hardasa sizi sizdən uzaqlaşdırmağa çalışır. O mühitin düşüncələrinizdə hansı belə deyim fikirlərə səbəb olmağı bu diaqnostik prosesdə üzə çıxmalıdır. Yəni psixoanaliz nəticəsində araşdırmaq olar. Ola bilər ki, nəsə baş verib həyatınızda, hətta insan ona görə isti problemin üzərinə tez düşənə daha yaxşıdır. Çünki illər keçir, vaxt ötür və artıq hadisələrdə insanlarda unudulur.
Amma insanın emosional vəziyyəti, durumu düzəlmir. Və sonra onun səbəb nəticəsi aradakı o əlaqələri tapmaq da çətinlik çəkirik. O baxımdan 3 ildir, hətta 3 ildir biləsiniz, qorxmusunuz nədənsə. Mütləq psixoloji konsultasiya yazın ki, bu artıq təşvişli vəziyyətin yaranmasına gətirib çıxartmasın. Yəni təşviş pozuntusu, bu nevrozdur da, yəni nevroz silsiləsindən yaranmış bir durumdur. Ona görə nevroz müalicə olunur, amma bilin ki, dərmanlarla deyil, psixoterapiya sayəsində dərmanlar bu halları sadəcə olaraq dondurur, sanki başın ağrısı keçir, hiss etmirsən ki, iyidir vəziyyəti, amma başın ağrısına yaradan səbəb qalır səbəb kimi. Ona görə çalışın, bu hallar varsa psixoloji konsultasiyaya gedin. İlkin psixoloji diaqnostika çox önəmlidir ki, dəqiq diaqnostika, dəqiq diaqnoz və onun səbəbləri əsaslandıraraq üzə çıxsın. Ondan sonra terapiyanın müddətini, terapiyanın formatını, hansı üsullardan istifadə edilməsini seçmək olar. Vüqar bəy, mən bayaqdan danışırdım. Siz indi məndən birbaşa məsləhət istəyirsiniz. Siz istəyirsiniz ki, mən sizə deyim ayrılın, yoxsa yox, hə? Bayaqdan mən izah edirdim ki, birbaşa məsləhət vermək olmaz. Amma siz indi məndən birbaşa məsləhət istəyirsiniz. Ona görə bundan sonra başqa mən sizə nə deyə bilərəm? Sevinç xanım yazır ki, sizdən uzaqdayıq. Dünən qızım travma yaşayıb, qorxu uşağı alıb. Vay. İtdən zorla uşağına alıb. İndi ona necə köməkli edim. Bu post-travmatik stres artıq belə deyim də yaşanılan vəziyyəti, durumu təcili, buna deyirlər, support deyirlər də, dəstəkləyici bir konsultasiya yazılmanız yaxşı olardı. Məndən uzaqsızsa fərq etmir. Yaxınlıqda olan, misal üçün, tanıdığınız bir başqa psixoloqa müraciət etsin, təcili şəkildə, hətta mən deyərdim. Çünki istər-istəməz əgər gözünün qarşısından kadrlar keçmirsə, bunlar flashbacklərdir də. O zaman mütləq psixoloji bir dəstək almalıdır. Almaniyada da onlayn formatda qatılında. Əslində mənim konsultasiyalarım həm onlayn, həm də əyani keçir. Mən əminəm ki, bir çox psixoloqlar onlayn seanslar keçirirlər. Açığı mən post-travmatik stres pozuntusu ilə o qədər çox işləmirəm. Amma gecələr psixoloqlar görür, sırf həmin o vəziyyətlə, o durumla əlaqəlidirsə, təbii ki, burada müxtəlif terapiya metodları kömək olur. MDR terapevtlərə müraciət edə bilər, yəni fərq etmir. Amma Sevinç xanım, deyim sizə ki, bu vəziyyəti belə saxlamaq olmaz. Çünki müddəti, bəzən insanlar deyir ki, vaxt keçəcək, zaman keçəcək, yavaş-yavaş unudulacaq, sakitləşəcək, xeyr, elə deyil. Əgər post-travmatik stres elədir ki, həmin o kadrlar yuxunda kabuslar varsa, bax bilin ki, kabus varsa, orada mütləq post-travmatik stresdən söhbət gedə bilər. Yəni, İstəyirsiniz yazın direktə, mən sizə ya özüm indi dediyim kimi konsultasiya yazdıra bilərəm, ya da ki, bir uyğun mütəxəssisə yönləndirərəm Sevinç xanım. Direktə yazın, mən sizə əlaqə nömrəsi yazacağım. Belə, привет из Дубая. Привет. Очень приятно, что за нами следят из разных стран. Mütləq, bəli. Belə, saat artıq 2-yə yaxınlaşır. Birazdan sizlə sağollaşacağım. Başqa nə suallarınız varsa, yoxdursa, belə deyək də, bir daha xatırlatmaq istəyirəm ki, sevginin reanimasiyası, kurs terapiyası bu həftədən artıq başlayır. Ayrıca bunun üçün WhatsApp, Telegram qrupları ayrılmış, orada təlimatları hazır verirəm. Hansı ki, birinci ailə münasibətlərdə ümumiyyətlə sevgi hisslərinin soyulmasına olan səbəbləri aydınlaşdırmağa kömək edəcək. Daha sonra isə addım-addım bir neçə mərhələdən keçir də bu proseslər, sevginin oyanışı. O zaman belə deyək, insan yazır ki, özümü başqa qız axtarmalıyım. Sizin seçimdir. Sizə heç kim deyə bilməz ki, başqa qız axtarmalısınız, yoxsa elə həminki qızla münasibəti bərpa etməlisiniz. Bu seçim, bu hüquq sizindir. Sevgi əslində, baxaq görək, sevgi əslində beyində, yoxsa ürəkdə bitir. Görün, necə fəlsəfi sualla müraciət edib Soleh xanım. Sevgi hissi bu hisslərdir, belə deyək də.
İçimizdə yaranmış hisslər təbii ki, beyinlə əlaqəli olan bir prosesdir, düzdürmü? O müxtəlif sözlər deyilərək gözəlləşdirirlər. Qəlb, könül yarası, nə bilim. Amma əgər biz buna elmi yanaşsaq, bizim düşüncələrimizdə yaranmış fikirlərdən qaynaqlanaraq hisslərimiz yaranır. Və eyni formada düşüncələrimizdə yaranmış fikirlərimizdən hisslərimiz ölə bilər. Ona görə ən birinci bax burada beyinlə əlaqəli olan bir prosesdir. Sizin həmin o düşüncələrin də yaranmasını ayrıca araşdırmaq olar. Deyilmi Söhbət xanım? Kimsə deyir ki, mən ürəklə, bu bilirsiniz, mən heç ona düşünmədən ona aşiq oldum. Bunlar ehtirasdır. Yəni gördüm vücudunu, davranışına ehtiraslandım, aşiq oldum. Bunlar sadəcə olaraq emosional, impulsiv reaksiyalardır. Sonradan yenə də məntiq işləyir. Sadəcə emosiya olanda məntiq susur. Emosiyalar sakitləşir, məntiq işə başlayır. Və bu zaman artıq insan məntiqli düşünəndə ürəklə bacarmaq olmur. Aha, bu məsələ də var. Mən başa düşürəm, izləyə demək istəyirsinizsə, sanki məntiqli istəyəndə ki, yox, onu sevmək olmaz və yaxud da ki, bu belə deyil. Amma hissləriniz buna imkan vermir. Buna deyilər daxili konflikt. Yəni, düşüncələriniz arasında bir-birinə ziddiyyət təşkil edən məsələlər var və biz onu sıxışdırırıq. Biz onu düşünmək istəmirik, özümüzü aldadırıq və bu məsələlərdə belə bir təzadlı fikirlər yaranır. Ona görə nə qədər də biz desək ki, hissləri sustura bilmirəm, buna səbəb bizim düşüncələrdir. O düşüncələrdə yatan fikirlərdir, şuuraltı proseslərdir də, hardasa ki biz onu hələ tam dərk edə bilmirik. Niyə görə bu insana qarşı mənim hələ də ürəyim çırpınır və yaxud da ki, niyə görə əksinə mən əvvəllər ona o hissləri yaşayırdım, amma indi yaşaya bilmirəm. Yəni bax, bu kimi hallar çox tez-tez insanı narahat edir, suallar doğurur və insanda qalır qeyri-müəyyənlikdə, bilmir nə hiss etsin. Daha doğrusu hiss edir, amma hisslərinə ad verə bilmir. Bu sevgidirmi, bu qəzəbdirmi, dəyməz minnətdarım mən sizə diqqətiniz üçün. Maraqlı sualdır əslində. Ona görə də çalışmaq lazımdır ki, insanlar bax bu istiqamətdə, bu mövzularda bir qədər daha çox özlərini müşahidə etməyi bacarsınlar. Yəni diqqəti ətrafda olan proseslərə deyil, özlərinə yönəltsinlər. Ki mən indi hal-hazırda hansı hisslər yaşayıram, bu hissi, bu emosiyaları duymazdan öncə nə düşünürdüm, mən nə cür, bax o hissləri yaşayandan sonra nə cür rəftar etdim. Ona görə bax bu məsələlər arasında deyirlər, ayrı-ayrı rəflərə doldurursan bütün bu vacib məqamları. Sonra onların arasında əlaqəni tapırsan. Sadə, amma bunu tək başına bəzən etmək olmur. Çünki bizim fikirlər bizi də çaşdırır. Şuuraltı bunun oyunlarıdır da. Sən suala cavab vermək istəmirsən, durursan, dərhal özünə çay süsürsən, özün bilmirsən. Deyirsən, mən nəsə susamışam, susuzluğum yaranıb, gedirsən mətbəxə tutaq ki də. Amma əslində səni mətbəxə aparan, bədənini də, belə deyək də, reaksiyalarını stimullaşdıran bir başqa səbəblər var. Ona görə insan özünü araşdıranda o qədər dərinliklərə gedə bilir ki, çox maraqlı prosesdir. Hər birinizə bunu tövsiyə edirəm. Nə qədər çox özünüzü müşahidə etsəniz, bir o qədər də imkanlarınıza bələd olacaqsınız. Bir o qədər də çalışacaqsınız ki, insanlarla daha doğru bir formada münasibət qurasınız. Çünki artıq insanlara ümid bəsləməyəcəksiniz ki, o dəyişəcək, filan kəs belə edəcək, şərait yaranacaq. Onlardan asılı olmayacaqsınız. Çünki özünüzə bələd olacaqsınız, öz gücünüzə arxayınlanacaqsınız. Özünüzü bir növ yeni tərəfdən kəşf edəcəksiniz. Bunlar hamısı psixoanalizdən başlayır. Hər bir insanın buna ehtiyacı var. Bu demək deyil ki, mən sağlamam, mənə heç kəs lazım deyil. Belə düşüncə sahibləri əksinə biz başa düşürük ki, psixologiyadan uzaq olan insanlar elə hər zaman impulsiv reaksiyalar göstərəcəklər. Sonra da izah edə bilməyəcəklər ki, niyə görə mən özümdən asılı deyil, əsəbiyəm, nə bilim, nəyəm, xarakterim, xasiyyətim mənim budur, məni sevən qəbul etsin, sevməyən qəbul etməsin. Bu insanlar kör-körane yaşayan insanlardır da. Nə özlərini tanıyırlar, nə də qarşı tərəfi. Empatiya hissləri də sıfır. Yəni, bu vəziyyətə düşməmək üçün insan bu həyat üçün vacib olan elmi, psixologiyanı mənimsəməlidir.
Salih xanım, mən belə başa düşdüm ki, belə deyək də, insan vəziyyətə ciddi yanaşmayanda artıq zarafata salır və insan bu məsələlərdə bir qədər özü üçün də qeyri-müəyyən bir narahat olmuyor. Çalışın ümumiyyətlə hər zaman yalnız müsbət fikirlərin arxasınca gedəsiniz. Hətta sizin diqqətinizi baxıyorsunuz, bəzən olur, məndə mesajlarda olur da, mən canlı efirləri o qədər çox tez-tez etmirəm. Misal üçün də hər gün çıxmıram, hər gün açmıram. Amma açdığım təqdirdə də, misal üçün diqqəti yayındıracaq bir mesajlar, yazılar görəndə, xoşa gəlməz bir misal üçün fikirlər görəndə, onları görməməyə çalışıram və hətta görsəm belə o fikrin təsirinə belə düşmərəm. Yəni, burada hər bir kəsin özünə görə öz fikri var, öz münasibəti var. Məsəl üçün, indi bax, Vüqar bəyin yazdığı sözlərə şərh verirdim, izah edirdim və bilirdim ki, bu hallarla rastlaşan təkcə Vüqar bəy deyil. Burada bir çox insanlar ola bilər ki, bu cür vəziyyətdə problemlərlə üzləşir. Ona görə canlı yayımlarda biz bunun izahını veririk ki, bir insan sual verir, digərləri eşidir, özü üçün əsər edir. Ola bilər sual verən üçün bu heç o qədər də önəmli deyil. Bax, misal üçün deyir ki, artıq mənə qız tapın. Artıq zarafata salırmı, yoxsa heç qeyri-ciddi də yanaşırdımı? Ola bilər də, indi insanın buna görə öz qərarıdır, öz seçimidir. Amma ən azından mənim verdiyim cavablar bir başqasına kömək ola bilər. Cəmilə xanım, sual yazmışam. Bilərəkdən, belə deyim, qərəzli şəkildə mən sizin sualınızı görmürəm axı. Mən o sizin birazdan, belə deyim, niyə oxumursunuz? Oxumursunuz, yəqin ki, yazmaq istəyirsiniz, amma nə yazmışsınızsa mən görə bilmirəm. Zəhmət olmasa bir də yazın, əgər sualınıza cavab tapmaq istəyirsinizsə. Təşəkkür edirəm, Salih xanım, təşəkkür edirəm dəyər verdiyiniz üçün. Mənə çox xoşdur əslində insanları nədəsə məlumatlandırmaq, əgər bu insanın özünə həqiqətən də maraqlıdırsa. Misal üçün, mübahisə etməyi heç vaxt sevmirəm, açıq sizə deyim də, mübahisəli məqamları. Okay. Saat 2'də bak konsultasyon başlamalıdır. Hanım yubanır. Ona görə də hələ də sizinlə burada biraz söhbət edə bilərik. Nə deyəcəkdir? Mübahisə eləməyi sevmirəm. Niyə görə? Çünki mübahisə zamanı nədir? Bu insan deyir ki, bu mənim şəxsi fikrim. Mən belə düşünürəm və salam. Əgər onun elə düşünməyi sizin bugünkü misal üçün də işinizin gedişatına heç bir təsiri yoxdursa, qoy elə düşünsün. Əgər bu ailə münasibətindən kənar bir mövzudursa da, çünki ailə münasibətində fərqli maraqlar, fərqli düşüncələr istər-istəməz insanın ümumi işbirliyinə, bax bu ailə müdaxiləsinə bir qədər mane olur. Ona görə orada araşdırmaq lazımdır bir ümumi nöqtəyə gəlmək üçün ki, nə edə bilərik ki, həm sənin, həm də mənim maraqlarım üst-üstə belə düşməsində uyğunlaşsın. Təşəkkür edirəm. Mən heç özüm də bilmirdim, inanırım, sizin də xəbərim yox idi ki, mən psixologiyanı hər zaman sevmişəm, uşaqlıqdan, məktəb illərindən də, Carnegie'nin bütün kitablarını oxuyurdum, yazırdım falan. Amma 2014-cü ildən ali həyatı qurandan sonra daha peşəkar bir formada 3-cü təhsil olaraq psixologiyanı seçdim. Və 2020-ci ildən də kliniki psixologiya üzrə artıq ixtisaslaşdım və bu istiqamətdə də bugün də çalışıram. Ona görə psixologiyanı o vaxtlar inansa heç fərqində olmazdım. Nə yaxşı ki, insan ümumiyyətlə hər bir işdə öz sevdiyi işə arxasınca getməlidir. Nə qədər də olsa və hər zaman da axtarışda olmalıdır da. Əgər bugün mən özümü inkişaf etdirmirəmsə, bu mənim seçimimdir. Gəlin, yaxalaşın, mən artıq bitirirəm. Heç kəs yoxdur, canlı efirdəydim, bitirirəm. Sağ olun, dəyərli xanımlar və bəylər, diqqətiniz üçün minnətdaram. Artıq mənim görüşüm başlayır, müqəssisinə sağollaşıram. Sağ olun.